Uşaqlar, nümunədə 5-ci suala baxın. Nümunədə feili sifət hansı cümlə öz vəzifəsində işlənmişdir? Mən aşiqəm mərd ola, sevən gərək mərd ola. Nə edən mərd ola? Oldu cümlənin xəbəri. Kim mərd ola? Sevən. Sevən sözü feili sifətdir, isimləşib. Bəli, çünki kimsə ona cavab verdi. Kimsə ona cavab verərək oldu cümlənin mübtədası. Məsdər hansı nitq sənə xüsusiyyətinə malikdir və daha çox hansı cümlə üzvləri vəzifəsində işlənə bilər? Məsdər bilirik, feil və isimin xüsusiyyətini daşıyır, daha çox mübtəda və tamamlıq vəzifəsində əlbəttə işlənəcək. Yəni, tamamlıq və mübtədanın suallarına cavab verərək. Növbəti, məsdərin isimlə ortaq xüsusiyyətlərinə daxil deyil. Məsdərin isimlə ortaq mənsubiyyətə görə dəyişmək var, bəli var. Mənim oxumağım həm də ismin xüsusiyyətidir. Hallanı bilirmi? Bəli, oxumağa gedirəm. A şəkilçisi qəbul etdi ismin xüsusiyyəti. Cümlədə mübtəda və tamamlıq, bəli, yuxarıda da qeyd edilmişdir. Bu da var. Nə sualına cavab verir? Bəli, verir. Mübtəda olduqda cümlədə nə sualına cavab verir? Eyni zamanda ismin adlı halında götürülür. Doğru cavab təsdiq və inkarda olmaq. Düzdür, məsdər də təsdiq və inkarda ola bilər. Oxumaq, oxumamaq. Amma bu ismə aid olan yox, feilə aid olan xüsusiyyətdir. Təsdiq və inkarda olmaq. Ona görə doğru cavab B bəndidir. 8-ci suala baxaq. Hansı cümlələrdə məsdər işlənmişdir? Yaxşılıq etmək insanlıq borcumuzdur. Nədir insanlıq borcumuzdur? İnsanlıq borcumuzdur cümlənin xəbəri. Nə insanlıq borcumuzdur? Yaxşılıq etmək. Bu oldu məsdər. Bir var. Nümunəvi uşaqlar ön cərgədə oturmalıdır. Yox, burada yoxdur. Məktubu oxuyarkən bu oxu yarkən, yəni arkən, ərkən, yarkən, yarkən feili bağlama şəkilçisidir. Bu feili bağlamadır. Yaşamaq üçün yaratmalıyıq. Nə etməliyik? Yaratmalıyıq cümlənin xəbəri. Nə məqsədlə? Yaşamaq üçün. Bu olur məqsəd zərfliyi. Yaşamaq sözü cümlənin, deməli, cümlədə işlənmiş məsdərdir. Doğru cavab A bəndi 1-4. Yolu keçəndə kömək istədi. Nə etdi? Kömək istədi. Nə vaxt? Yolu keçəndə. Bu keçəndə feili anda, əndə şəkilçisi qəbul edib feili bağlama və zaman məzmunu bildirir. Yolu keçəndə isə bir yerdə olur cümlənin zaman zərfliyi. Sonra 9-cu cümlələrdən birində məsdər işlənmişdir. Həmin adam tezliklə təslim oldu. Burada yoxdur. Meydana minlərlə adam toplaşdı. Burada da yoxdur. İndi gedəcəyim yeri heç vaxt görməmişdim. Burada da yoxdur. Baxaq yuxarı. Qərib-qərib, qəmgin-qəmgin ötərsiz. Burada da yoxdur. Yaşamaq, yaratmaq həyatın mənasıdır. Nədir? Həyatın mənasıdır. Oldu cümlənin xəbəri nə? Yaşamaq, nə? Yaratmaq. Mübtəda vəzifəsində işlənən məsdərlər. Bu məsdərlər mübtəda vəzifəsində işlənir və adlı halda sayılır. Cümlənin nədir? Mübtədasıdır. 10-cu. Cümlələrdən birində feili bağlama işlənmişdir. Cümlələrdən birində feili bağlama işlənmişdir. Ev tikiləndən sonra deməli, təmir etməlisən. Sözün kökü, gəl birinci sözə baxaq. Tik sözün köküdür. Tikilmək, tikiləndən. Burada tikilən sözü feili sifətdir və feili sifətdən çıxışlıq hal şəkilçisini qəbul edib. Bax, buradakı tikiləndən sözü feili sifətdir. Bu söz feili sifətdir. Feili sifət. Və dən şəkilçisini qəbul edib. Ümumiyyətlə, tikiləndən sözü bu anda əndə ilə qarışdırmaq olmaz. Yaxşı, burada əndə var. Yəni, biz buna deyək. Əndə daha doğrusu yoxdur. Biz bu hissəni göstərək sadəcə. Əndə. Bəs onda bu n nədir? Sual edilə bilər. Onda n nədir? Ona görə bu məntiqsiz görünəcək. O səbəbdən də il-leksik şəkilçisidir əlbəttə. Ən feili sifət şəkilçisi, dən də çıxışlıq hal şəkilçisidir. Və zaman məzmunu bildirir. Feili sifət dən çıxışlıq hal şəkilçisini qəbul edib və özündən sonra da bu sonra qoşması da bax bu məhz bu feili sifəti artırılıb. Bu sonra feili sifət qoşması artırılıb tikiləndən feili sifətinə.
Amma bizdən fe'li bağlamanı soruşur da. A bəndi deyil. Qadın səssiz səmirsiz evdən çıxdı. Burada da fe'li bağlama yoxdur. Səssiz səmirsiz deməli fe'li bağlamaya aidiyyəti yoxdur. Mənim qardaşım ağlağan uşaqdır. Bu söz sifətdir. Bu da deyil. Səssiz səmirsiz burada zərf vəzifəsindədir. Necə evdən çıxdı? Səssiz səmirsiz. Yamyaşıl zəmilər göz işlədikcə uzanırdı. Aha. Bax, göz işlədikcə uzanırdı. İşlə iş sözün köküdür. Lə leksik şəkilçi, dikcə fe'li bağlama şəkilçisidir. Doğru cavab D bəndidir. Dikcə fe'li bağlama şəkilçisidir. Yəni nə qədər uzanırdı? Göz işlədikcə. Cümlələrdən birində fe'li bağlama işlənmişdir. 11-ci. Mən danışandan sonra məsələ aydınlaşdı. Bax, yenə də burada danış sözün köküdür. An fe'li sifət şəkilçisidir. Dan çıxışlı hal şəkilçisidir. Sonra qoşması da artırılıb nəyə? Çıxışlı hallı işlənən fe'li sifətə. Ona görə A bəndi deyil. O can dildən işlədiyindən uğurlar qazanır. İşlədiyin, bu deyin fe'li sifətdir. Dən də çıxışlı hal şəkilçisidir. Bu da deyil. Anamın arzusu məni həkim görməkdir. Görmək məstərdir. Bu da deyil əlbəttə. Ağladıqca kişi qeyrətsiz olur. Ağladıqca sözü, dıqca burada fe'li bağlama şəkilçisidir. Yenə göy səma buludsuz idi. Buludsuz sözü isə suz burada leksik şəkilçisidir və zaman məzmunu, üzr istəyirəm, sifətdir. Buludsuz leksik şəkilçisidir və sifət düzəldir. Növbəti testə baxaq. Hansı sıradakı sözlərin hər ikisi fe'li bağlamadır? Hansı sıradakı sözlərin hər ikisi fe'li bağlamadır? Alınca və alanda, elə budur. Alınca onca şəkilçisi, alanda anda şəkilçisi. Açılmış fe'li sifətdir. Bu fe'li sifətdir. Ümumiyyətlə, açılmış sözü, məsələn, açılmış qutu desək, olacaq məhsul növdə, açılmış gül desək, olacaq qayıdış növdə. Amma hər bir halda fe'li sifətdir. Açarkən, arkən fe'li bağlamadır. Yəni, bu ola bilməz, çünki biri fe'li sifətdir. Yazan, yazanda, yazan sifət, yaz, anda fe'li bağlama. Bunların hər ikisi yeri gəlmişkən məlum növdədir. Görülən və görməyərək. Görülən iş, işi görmək ən fe'li sifətdir. Görməyərək gör sözün köküdür. Inkar, yerək fe'li bağlama şəkilçisidir. Görüləcək, görülmüş, görüləcək yenə ül leksik, əzək, görüləcək iş. Deməli, biz bunu fe'li sifət götürürük. Görülmüş iş, bu da olacaq fe'li sifət keçmiş zaman məzmunlu. Ümumiyyətlə, görüləcək sözü iş görüləcəkdir, iş görüləcək deyəndə əlbəttə onlar xəbər şəklində. Amma biz bunları təsriflənməyən fe'llər olaraq bura hamısına təsriflənməyən fe'l nəzəri ilə baxırıq. O səbəbdən də görüləcək sözü də fe'li sifət olaraq burada götürməliyik. Hansı sıradakı sözlər fe'li bağlama deyil? A bəndinə baxaq. Oxuya, oxuya, görə, görə. Bəli, oxu, oxu, gör, gör. Burada A, ə. Fe'li bağlama şəkilçiləridir. A ola bilməz. Bizə deyir deyil. Bu deyili unutmayaq. Gülə, gülə, a. Fe'li bağlamadır. Üzə, üzə, ə. Bilə, bilə. Burada da həmçinin baxa, baxa, a deyə, deyə, ə şəkilçisi. Amma, zərrə bütövlükdə özü elə kökdür. Xırda, xırda, bu da özü bütövlükdə uşaqlar kökdür. O səbəbdən də xırda, xırda, zərrə daha a, buradakı alara bu alar, bir də ki, bu ələr bizi çaşdırmamalıdır. Bunlar elə bütövlükdə bir deməli, sözün özüdür və fe'li bağlama deyil. Deməli, 14-cü. Fe'li bağlama olan cümləni müəyyənləşdirin. Əvvəl-axır mən arzuma çatacağam. Əvvəl-axır mən arzuma çatacağam. Yox, əvvəl-axır deyil. Bulağın suyu dərəyə asta-asta tökülürdü. Asta-asta deyil. Müəllim mövzunu dönə-dönə izah etdi. Bunun dönmək və dönməyə aidiyyəti yoxdur.
Ana xısın-xısın ağlayırdı. Bu da adiyyəti yoxdur, xısın-xısın. Mən işləyə-işləyə təhsil almışam. Bax, iş sözün köküdür. Lə leksik, yə. Bəli. Fe'li bağlamanın bu a, ə şəkilçiləri burada əksini tapıb. Ona görə doğru cavab E bəndidir. İşləyə-işləyə. Və işləyə-işləyə sual edilsə, fe'lin hansı qrammatik növüdür? Biz deyəcəyik, məlum növüdür. Növbəti 15-ci suala baxaq. Fe'li bağlama olan cümləni müəyyənləşdirin. Ehtiyatlı igidin anası ağlamaz. Fe'li bağlama olan cümləni müəyyənləşdirin. Ehtiyatlı igidin anası ağlamaz. Yox, bu deyil əlbəttə. Burada ümumiyyətlə yoxdur. Oxuyan heç zaman peşman olmur. Bu fe'li sifətdir. Gözəllik ondur, 9-u da ondur. Bu da deyil, bu da deyil, burada da yoxdur. Külək əsər əsməz, bəli. Ar, ər, ar, ər, maz, məz. Əsər əsməz, gələr gəlməz, görər görməz. Və bunlar fe'li bağlamadır. Amma gedər gəlməz sözü deyir, onu gedər gəlməzə göndərdilər. Bu isə fe'li bağlama deyil. Deməli, axar sularımız, sönməz ocaqlarımız var olsun. Bu da axar sözü sifətdir. Sönməz ocaqlarımız bu da sifətdir. Bunlar da deyil. Doğru cavab D bəndidir. 16-ya baxa. Nümunədə altına xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? 16-cı. 16-cı B bəndi. Uşaqlar, doğru cavab B bəndi olacaq. Damla, dama göl olar, axa sel. Dama, burada dam və dam, yəni dammaq feilindən, axa da ax və ax, yəni a. Və bunlar feili bağlamadır. Və mürəkkəb, quruluşca mürəkkəb olan fe'li bağlamalardır, yeri gəlmişəm. Quruluşca mürəkkəb olan fe'li bağlamalardır. 17-yə baxaq. Nümunədə altına xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Sarala payız girər, qızara yaz. 17-ci. Deməli, sara. Saralmaq sözü varmı dilimizdə? Bəli, var. Saral. Qızara, qızar və qızar. Bəli, var. A. Burada da görsənir. Burada da A və A şəkilçiləri olacaq nə? Fe'li bağlama.